bu əsas yəni şirkin necə yaranması barəsində danışasınız ki, yəni şirk necə oldu yarandı? İlk Hasan çıxdı, nə vaxt çıxdı, hansı peyğəmbərin dövründə çıxdı? Bir dənə o suala cavab verməmişdən qalıb burada bir nəfər deyir ki, siz də deyir şirkdən başqa deyir. Hə, siz də deyir şirkdən başqa heç nə bilmirsiniz deyir. Elhamdülillah, yəni şirki bilməyimiz artıq bizi demək çox böyük bir çox şeyə nail olmamızı dəvət edir. Yəni şirki bilmək bayağı qeyd etdiyim kimi, yəqin ki, qardaş gec qoşuldu, qulaq asmadı. Yəni şirki bilmək çox önəmlidir. Ən önəmli məsələlərdən biridir. Yəni bütün peyğəmbərlərin gəlməyində məqsəd şirkin nə olduğunu peyğəmbərlər ona görə göndərir. Bəli, ona görə də elhamdülillah düzdür, şirki bilirik və şirkdən çəkinirik. Çünki əgər şirki bilməsək, necə çəkinə bilərik? O qədim ərəblərin belə bir sözü var. Deyir, nədən çəkindiyini bilməyən insan necə ondan çəkinə bilər? Bəli. Yəni insan bir şeydən çəkinməsi üçün onu bilməlidir. Ona görə də bütün peyğəmbərlərin o peyğəmbərlər ki, gəliblər öz qövmlərinə, o qövmlər Allaha şəriklər qoşurdular. Qəbirlərə ibadət edirlər. Onların bütləri var idi. O peyğəmbərlər də gəldi ki, o insanları nə etsin? Çəkinsin, tək Allaha ibadət etsinlər. Yəni bu günləri bizim yaşadığımız bu məmləkətdə də insanların dilində nə qədər şirk və küfr olan sözlər var. Allahdan qeyrisinə and içmələr nə qədərdir? İşıq haqqı, anam haqqı, nə bilim çörək haqqı, falan haqqı, 12 imama and olsun, falan şeyə and olsun. Ya bunlar hamısı şirklərdir. Hansı ki, insanın göz mıncığı tapmaq, ip bağlamaq, bəli, buynuz asır, tikan asır, uşağın boynuna. Bunlar hamısı xurafatlar. Hansı ki, peyğəmbərlər gəlib öz qövmlərində bu şeyləri dağıtmaq üçün. Ona görə biz də əlbəttə ki, bundan danışmalıyıq. Biz nədən danışaq? Bütün peyğəmbərlərin dəvətinin əsası, özəyi məhz şirkdən çəkindirmək olub. Bayaqlar ayələri qeyd edir. Yəni Allah bilir ki, biz bütün elçilərə vəhy etdik ki, Allaha ibadət edin, tağutdan çəkin. Buyurun Əkin qardaş, ilk şirk necə yarandı? İlk şirk necə yarandı? Ümumiyyətlə bəşəriyyətdə ilk şirkin yaranması demək Nuh əleyhissalamın dövründə oldu. Nuh peyğəmbər. Yəni ümumiyyətlə Adəm bildiyimiz kimi Allah Taala Adəm əleyhissalamı yer üzünə indirdi və Adəm əleyhissalam özü peyğəmbər idi. Allah Taala ona vəhy etdi və Adəm əleyhissalam öz qövmünü uzun illər, yəni uzun bir müddət şirkdən çəkindirdi. Lakin Allah Adəmlə bərabər, Adəm Həvva ilə bərabər kimə indirmişdi? Şeytana da indirmişdi, İblisi də indirmişdi. Və İblis də nə idi? Çox əlverişli bir məqam gözləyirdi ki, insanları şirkə salmaq üçün. Çünki Allah Taala Adəmlə Həvvanı cənnətə saldı, sonra İblis Adəmə səcdə etməyə imtina etdi. Və bununla da Allaha asi oldu və sonra İblis Adəmlə Həvvanı yoldan çıxartdı. Adəmlə Həvva demək Allaha asi oldular, Allahın qadağan olduğu etdiyi ağacdan yedilər və Allah Taala onları cənnətdən çıxardıb üçünü də yer üzünə indirdi. Yəni insan heç vaxt unutmamalıdır ki, yəni şeytan deyilən, iblis deyilən, cin deyilən, şeytan deyilən bir məxluq var. Bu məxluq daim onu güdür və onu azdırmağa çalışır. Və iblis də çox gözəl bilirdi ki, Allah Taala şirki bağışlamır. Çünki iblis yer üzünə Allah Taala onu lənətləyəndə neynədi? Allahın izzətinə and içdi ki, mən sənin bu qullarının əksəriyyətini azdıracağam. Yalnız ixlaslı qullardan başqa.